Hər vaxtınız xeyirli olsun. Təcavüzkar müharibənin aparılması. Bakı Məhkəmə kompleksində təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesində cinayət işinin materialları bu fəsil üzrə araşdırılır. Təqsirləndirilən şəxslər dövlət ittihamçılarının, zərər çəkmişlərin vəkillərinin və özlərinin müdafiəçilərinin suallarını cavablandırır. Bu istiqamətdə ifadə verirlər. İfadələrdə bir daha Ermənistan Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti öz təsdiqini tapır. Hansı ki bu təcavüzkar müharibə işğalçılıq siyasəti nəticəsində Azərbaycanın 925 yaşayış məntəqəsi işğal olunub və eyni zamanda o cümlədən 10 şəhər, 18 qəsəbə, 895 kənd. Həmin bu işğal nəticəsində Azərbaycanlılar doğma yurd yuvasından didərgin salınıb, onların bütün əmlakları məhv olunub, talan olunub və Ermənistana daşınıb təcavüzkar ölkəyə daşınıb. Və bu təcavüzkar müharibə nəticəsində Azərbaycana 100 milyard manatdan çox ziyan dəyib. Məhkəmə prosesində təqsirləndirilən şəxslər öz ifadələrində həm 1-ci Qarabağ müharibəsi, həm də 2-ci Qarabağ müharibəsində aparılan müharibədə, döyüşlərdə iştiraklarını bir daha təsdiqləyirlər. Eyni zamanda həmin prosesdə qondarma rejimin yaradılması, həmin qondarma rejimdə hansı vəzifəni tutduqlarını, hansı proseslərdə iştirak etdiklərini təsdiqləyir və Ermənistanın Azərbaycana apardığı bu təcavüzkar müharibə nəticəsində olan bütün subutlar, faktlar öz təsdiqini tapır. Bir daha ifadələrdə qeyd olunur ki, o zamanlar qondarma rejimdə aparılan bütün proseslərlə bağlı əmrlər Ermənistandan gəlib və eyni zamanda bu müharibə nəticəsində silahlı birləşmələr, qanunsuz silahlı birləşmələr birbaşa Ermənistandan idarə olunurmuş və həmin silahlı birləşmələr Ermənistan ordusunun ən böyük bölmələrindən biri olub. Məhkəmə prosesi açıq keçirilir və proseslə bağlı biz mütəmadi olaraq məlumatlar çatdırırıq. Bugün də bizim xüsusi reportajımız olacaq deyərək sözü yenidən mərkəzə studiya ötürürük.